Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə Çöl Siçanı və Ev Siçanı adlı Yunan nağılını danışacağam. Çöl Siçanı və onun qohumu Ev Siçanı bir-birlərini ziyarət etməyə qərar verdilər. Əvvəlcə şəhərli Ev Siçanı Çöl Siçanının yanına qonaq getdi. Çöl Siçanının kiçik yuvası yaşlı və nəhəng ağacın altında yerləşirdi. Çöl Siçanı qohumunu qapıda qarşıladı. Yuvasına dəvət etdi, oturtdu. Qaranlıq, rütubətli və kif qoxulu yuvaya girən Ev Siçanı ürəyində tezliklə buradan getmək üçün can atsa da qohumuna xoş üz göstərdi. Süfrəyə taxta kasalar içində nə olduğu məlum olmayan bir maye gəldi. Qoxusundan, dadından bir şey anlamayan Ev Siçanı yedikləri yeməyin nə olduğunu soruşdu. Bu qarğıdalı şorbasıdır. Çöl Siçanı dedi. Çox gözəldir, elə deyilmi? Biraz da istəyirsən? Yox. Mümkünsə mən ikinci yeməkdən yeyərəm. Axı başqa yemək yoxdur. Biz kənd yerində bir qab yeməklə kifayətlənirik. Ev Siçanı artıq tab gətirmədi. Bu kasıblıqda, qaranlıqda ac yaşayan yoxsul qohumuna biraz da dünyanın nemətlərini göstərmək, öz yaşayışı ilə öyünmək, onu özünə heyran etmək istəyirdi. Qalx dostum, bizə gedirik. Dünyada qarğıdalı şorbasından başqa yeməklər də var. Birlikdə yola düşdülər. Şəhərə yaxınlaşanda dəyişən, qaynaşan dünya Çöl Siçanını heyrətə saldı. Arabaların yanlarından qaçaraq, it pişik görəndə gizlənərək evə gəlib çıxdılar. Amma Çöl Siçanının ürəyi belə həyəcanlara adət etməmişdi. Budur, bura mənim evimdir. Ev Siçanı öyünərək öz yuvasını göstərdi. Həqiqətən də bura zövqlə döşənmiş, isti, rahat və geniş bir yer idi. Dayan, hələ bitmədi. İndi dalımca gəl. Qonağı çağırdı. Yuvanın arxa tərəfindəki aradan keçən Ev Siçanının dalınca gedən qohumu buranın ambar olduğunu gördü. Ziyafətimizi bax burada quracağıq. Bu yuxarıdakı ipə bağlı olan bastırmanı görürsən? Dadına baxmaq istəyirsən? Dayan, gətirirəm. Cəld dırmanıb bastırmanın yanına çatan Ev Siçanı bir anda ipi gəmirdi və bastırma gürültü ilə yerə düşdü. İkisi birdən bastırmaya hücum çəkdilər. Amma bayırdan səslər gəlməyə başladı. Qəflətən qapı açıldı. Lənətə gəlmiş siçanlar! Bu nə bəladır biz düşmüşük? Bu ev pişiyi hardadır görəsən? Deyəndə vəhşi miyoldama və sıçrayaraq gələn pişiyin səsini eşitdilər. İkisi birdən deşiyə soxulub, pişiyin pəncəsindən zorla canlarını qurtardılar. Çox qorxdun? Kağız kimi ağappaq ağarmış Ev Siçanı soruşdu. Olur belə şeylər. Biz qalib gəldik, xilas olduq. Şəhərdə belə təhlükələrə hazırlıqlı olmaq lazımdır. Gözəl həyatın belə tərəfləri də olur. Mən bu həyəcanı yaşamaqdansa, bütün ömrüm boyunca hər gün qarğıdalı şorbası yeməyə hazıram. Sənə bol-bol uğurlar arzulayıram. Bastırman gözəl ola bilər, amma sənin dünyanda pişik adlı vəhşi canlı da var. Salamat qal. Çöl Siçanı xoşbəxtlik içində meşədəki ağaca doğru yola düşdü. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.